Nəsimi rayonunun sabiq icra başçısı İlxan İbrahimovun Ağçiçəyi mağazalar şəbəkəsindən 200 min manat rüşvət istədiyinə görə işdən çıxarılması ilə bağlı məlumat yayılıb. Yayılan xəbərlərdə icra başçısının özəl şirkətlərdən qeyri-qanuni pul yığdığına görə vəzifəsindən azad edildiyi bildirilir. Ağçiçəyi mağazalar şəbəkəsinin rəhbəri Ceyhun Əliyev manşetaza açıqlamasında bunun tamamilə yalan olduğunu bildirib. Atacanı, vallah o məndən rüşvət istəməyib. Mən onun barəsində heç yerə şikayət etməmişəm. O yeni təyin olunmuşdu. Bizim onunla heç bir münasibətimiz olmayıb. Bilmirəm bu məlumatı kim və hansı məqsədlə yayıb. Mənim adımı niyə hallandırırlar? Biz elə işlərlə məşğul deyilik. Bu il fəaliyyətimizin 30 ili tamam olur. Bu müddətdə nə qədər icra başçısı görmüşük. Biz hər zaman dövlətə sadiq olmuşuq. Dövlət tədbirlərinin bəz edilməsində iştirak etmişik. Həmin şəxsin də bizə heç bir pisliyi dəyməyib. Mən nə üçün şikayət etməliyəm deyə biznesmen vurğulayıb. Qeyd edək ki, İlxan İbrahimov Prezident İlham Əliyevin ötən il 12 noyabr sərəncamı ilə Nəsimi rayon icra hakimiyyətinin başçısı təyin edilib. Dekabrın 29-da isə vəzifəsindən azad olunub.